Bir qəmlə doldu. Buludlar altında uçan beyaz göyərçin kimi küləkdə yağışlar sənə tərəf uçmuşam. Nə sən geri dönmürsən, nə mən sənə çatmıram. Səni axtarmaqdan əldən düşüb yorulmuşam. Həsrətindən yanan könlüm bir an səni unutmadı. Hər mənzildə xatırladı. Niyə məndən uzaqdasan? Səndən ötürü darıxmışam. Nə aranda, nə dağdasan. Sənə tərəf ay deyilən, il deyilən yol gəlmişəm. Nəyə lazım bu dünya ki, isti yuvam tez dağıldı. Görəndə ki, oğul məzarına gül çiçəklər qoyuldu. Nəyə lazım bu ömür ki, oğlum məndən babaq oldu. Allah rəhmət eləsin deyirəm. Mənim sözüm çıxışım bu qədər. Mətanət vəzi sizə və bizim vüqarımızın manasına səbir diləyirəm. Sizin simanızda bütün analarımıza səbir diləyirəm. Böyük bir müsibət oldu sizdə. Bax 5 il bundan qabaq belə bir yağışdı. Get-gedə də qarlara keçdi. Qəbirlərin üstə çadırlar çəkirdilər ki, islanmasın. Bəzən 2, bəzən 4 dənəsini gətirib dəfn edirdilər. Bura xalqımızla o qədər dolu idi ki, gecələr də səhərəcən insanlar evlərinə getmirdi. Allah razı olsun elimizdən, obamızdan, bu cəmaatımızdan ki, vaxt tapıb gəlib bax burada bu soyuq gündə sizin yanınızda oldular. O əksər insanları yox, hamılıqla hamımızın bir borcudur. Allah sizləri qorusun deyirəm, şəhid valideynləri və cəmaatımıza. Allah sizlərə səbir versin. Burada neçə valideynlərimiz var. Allah onları qorusun.